Salam uşaqlar. Bu günləri biz kimyəvi rabitə bölməsini keçirik. Deməli, maddə molekulunda atomları birlikdə saxlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Baxın, məsələn, hidrogen atomu ilə hidrogen atomunu bir-birinə bağlayan, oksigen atomu ilə oksigen atomunu, azotla azotu və yaxud da hidrogenlə xloru, tutaq ki, natriumla xloru, belə deyək, atomları bir-birinə bağlayan qüvvələr cəminə nə deyirlər? Kimyəvi rabitə deyirlər. Atomlar rabitə əmələ gətirərkən xarici təbəqə elektronları qarşılıqlı təsirdə olur. Yəni, rabitənin əmələ gəlməsinə atomun yalnız xaricindəki elektronlar sərf olunur. Daxili təbəqəyə dəyilmir. Və öz xarici təbəqələrini əksər halda 8 elektrona, buna deyirlər oktet vəziyyət. Yəni, xarici 8-ə tamamlanır. Baxın, yəni n(s) üstü 2, n(p) üstü 6 cəmi 8 edir. Bəzi hallarda isə 2-yə tamamlayır. Buna da dublet vəziyyət deyirlər. Yəni, 8-ə tamamlasa xaricini oktetdir, 2-yə tamamlasa da dubletdir. Xarici təbəqəsi tamamlanmış atomlar daha qüvvətli, daha davamlı olurlar. Xarici təbəqəsi əgər tamamlanıbsa, onlar davamlı olur. Yəni, belə deyək, xarici elektron təbəqəsi təsirsiz qaza uyğunlaşır. Təsirsiz qazlarda da davamlıdır da. Ona görə ki, onların xarici elektron təbəqəsində tək elektron yoxdur. Təklər cütləşir, tamamlanır və ona görə də davamlı olurlar. Ona görə də təsirsiz qazlar birləşmə nədir? Əmələ gətirmir. Çünki onların xarici təbəqəsi davamlıdır. Yəni elektronları təhləmək mümkün deyil. Müxtəlif molekullarda rabitələri əmələ gətirən elementlərə əsasən rabitələrin əmələ gəlmə yollarını fərqləndirməyə çalışaq. Bunu niyə belə yazıblar? Tutaq ki, hidrogenin 1s üstü 1 elektronu var, düzdürmü? Hidrogen öz elektronunu, digər hidrogen də öz elektronunu ortaya qoyur, öz aralarında bir rabitə əmələ gətirir. Rabitə əmələ gətirdi. Deməli, buradan belə çıxır ki, bir rabitə 2 elektron hesabına yaranır. Baxın, bu hidrogenin elektronu, digər hidrogenin elektronu ortaya qoyuldu, aralarında bir dənə rabitə əmələ gəldi. Deməli, bir rabitə 2 elektron hesabına əmələ gəlir. Digərə baxaq, flora baxaq. Florun sıra nömrəsi 9-dur. 9. 1s üstü 2, 2s üstü 2, 2p üstü 5. Xlorun görək xaricində neçə dənə təki var? Təklər rabitəyə sərf olunur. 1, 2, 3, 4, 5. Florun xaricində bir dənə təki var. Amma xaricində bir dənə təki var. 2 ilə 5-i toplayanda xaricində 7 elektron var. Gəlin sayaq. 2, 4, 6, bir də bu 7. Təklər ortaya qoyulur. Flor 2, 4, 6, 7. Digər florda 2, 4, 6, bu da bir 7. Təklər ortaya qoyulur və aralarında nə yaradır? Rabitə yaradır. Deməli, həmin bu rabitə xaricdə olan tək elektronların sayı qədər olur. Əgər atomun xaricində bir dənə tək elektron varsa, bir dənə rabitə əmələ gəlir. 2 tək elektron varsa, 2 dənə rabitə əmələ gəlir. H-flor da izah edək. Hidrogenin 1s üstü 1 elektronu var. Florun da xaricində bayaq dedik 7 elektron var. 2, 4, 6, bu da bir 7, bu da hidrogenin elektronu. Onlar arasında bir dənə rabitə əmələ gəlir. Deməli, hidrogenlə flor arasında bir rabitə əmələ gəlir. Göründüyü kimi, kimyəvi rabitə qeyri-metal atomları arasında yaranır. Həm də metalla qeyri-metal atom arasında da yarana bilər.
Bu halda kimyəvi rabitə metal və qeyri-metal atomları arasında yaranır. Yəni demək istəyir ki, həm metalla qeyri-metal arasında, həm də qeyri-metalla qeyri-metal arasında yarana bilər. Buna görə kimyəvi rabitənin bir neçə növü var. Bu deməli rabitə kovalent rabitə, ion rabitəsi, metal rabitəsi. Bundan əlavə deməli atom molekullarını bir-birinə bağlayan hidrogen rabitəsi də var. Deməli rabitənin 4 dənə növü oldu. Kovalent rabitə, ion rabitəsi, metal rabitə və atom və molekulları bir-birinə bağlayan zəif rabitə olan hidrogen rabitəsi də var. İndi bu rabitələrdən birinci olan kovalent rabitəni keçirəm. Kovalent rabitə qeyri-metal atomları arasında yaranır. Qeyri-metal. Yəni bizdən kovalent rabitə soruşsa, biz ancaq qeyri-metallara baxmalıyıq. Metal olan birləşmə yox. Metal olan birləşmə də ola bilər. Ancaq orada bir neçə gərək qeyri-metal olsun ki, onlar arasında da kovalent rabitə olsun. Kovalent rabitə deyəndə qeyri-metalla qeyri-metal arasında rabitə nəzərdə tutulur. Qeyri-poler kovalent rabitə, deməli, kovalent rabitənin 2 növü var. Bir, poler kovalent rabitə, polyar. Bir də qeyri-polyar. Biz indi baxırıq qeyri-poler kovalent rabitə. Qeyri-poler kovalent rabitə eyni qeyri-metal atomları arasında yaranır. Elektronmənfiliyi eyni olan qeyri-metal atomları arasında tək elektronlarının cütləşməsi hesabına və mübadilə mexanizmi ilə yaranır. Bu nə deməkdir? Bayaq hidrogende də izah elədim. Mübadilə mexanizmi odur ki, şərikli. Hər hidrogen öz elektronunu ortaya qoyur və rabitə yaradır. H2 yaradır. Məsələn, flor öz təkini ortaya qoyur. Digər flor da öz təkini ortaya qoyur. Xaricində 7 elektron var idi, ancaq təkin ortaya qoydu. Təkləri ortaya qoydu. Aralarında bir dənə nə yaratdı? Rabitə yaratdı. Flor 2-ni əmələ gətirdi. İndi deyə bilərsiniz ki, məsələn, florda bir dənə tək rabitə yarandı. Azota baxaq. Azotun sıra nömrəsi 7-dir. Burada da verilibdir. Baxaq. Azotun sıra nömrəsi 7-dir. Elektron formulunu yazıram. 1s üstü 2, 2s üstü 2, 2p üstü 3. Azotun xaricində neçə dənə elektron var? 2, 3-də bu, 5 elektron var. Ancaq bunun 3-ü təkdir. Təklər rabitəyə sərf olunur. Ona görə də baxın, bu göy rəngdə var 3 dənə nöqtə. Hər azotun 3 dənə təki ortaya qoyulub. Hər azotun 3 təki. Və onlar arasında yaranan o 3 qat nədir? Rabitə həmin bu 3 təklər hesabına yaranmış rabitədir. Yəni belə çıxır ki, hər atomun xaricindəki tək elektronlar rabitəyə sərf olunur. Gəlin məsələn burada oksigenə də baxaq. Oksigenin sıra nömrəsi 8-dir. 1 üstü 2, 2 üstü 2, 2p üstü 4. Görək oksigenin normal halda xaricində neçə təki var? 1, 2, 3, 4. Xaricində 2 dənə tək elektron var. Baxın, burada da göy rəngdə olanlar 2 təklər. Hər kəsin öz 2 təki ortaya qoyulur. Onlar arasında nə yaranır? 2 qat rabitə yaranır. Deməli, biz buradan öyrəndik ki, kimyəvi rabitə yarananda atom öz xaricindəki elektronlardan istifadə edir. Xarici elektronlardan isə əgər normal haldadırsa, o təklərdən istifadə edir. Yox, həyəcanlandırırıqsa, maksimum sayda və yaxud da ki, orta oksidləşmə dərəcəsində, orta sayda o tək elektronlar hesabına nədir? Rabitə yarana bilir. Deməli, burada tutaq ki, baxırıq hidrogende. Hidrogendən neçə dənə xətt çıxır? 1. Deməli, hidrogen burada 1 valentlidir. Flordan bir xətt çıxır, 1 valentlidir. Oksigende 2 dənə xətt var, deməli, oksigen burada 2 valentlidir. Azotdan 3 dənə xətt çıxıb, deməli, azot neçə valentlidir? 3 valentlidir. Burada aşağıda da göstəriblər üzv maddələrdə. Atomlardan çıxan valent xətlərinin cəmi atomun valentliyini göstərir. Sxemdən də görsənir ki,
Bəsit maddələrdə elementlərin valentliyi neytral atomda olan tək elektronların sayına bərabərdir. Məsələn, bu nə deməkdir? Oksigende gördük 2 dənə tək elektron var, düzdürmü? Görsən oksigen neçə valentlidir? 2. Azotda gördüm 3 dənə tək var. Deməli, azotdan 3 xətt çıxır. Tək elektronların sayı həm də onun valentini göstərir. Burada baxaq üzvü maddələrdə. Karbondan neçə xətt çıxıb? 1, 2, 3, 4. Deməli, karbon 4 valentlidir. Hidrogendən neçə xətt çıxıb? 1. Deməli, hidrogen 1 valentlidir və s. Gəldik polyar kovalent rabitəyə. Dedik ki, qeyri-polyar eyni atomlar arasındadır. Məsələn, H2, fluor 2, xlor 2, brom 2, yod 2. Amma polyar kovalent rabitə müxtəlif qeyri-metal atomları arasındadır. Məsələn, hidrogenlə xlor arasında, azotla hidrogen arasında və s. Məsələn, burada azotla hidrogen arasında baxaq. Azotun sıra nömrəsi 7-dir. 1s üstü 2, 2s üstü 2, 2p üstü 3. Biz bunu hibridləşmədə izah edəndə demişdim ki, amonyakda azot sp3 hibridləşməyə məruz qalır. S orbitalı içərisində 2 elektron, yəni bunu nəzərdə tutmuşam. Üstünə gəlirəm 3 dənə p-ni, hərəsinin içərisində bir dənə tək elektron, 4 dənə hibrid əmələ gəlirdi. 4 hibrid. Bir tərəfi böyük, bir tərəfi kiçik, böyük, kiçik, böyük, kiçik, böyük, kiçik. Deməli, azotun ətrafında 4 dənə hibrid var. 4 hibridinin hərəsinin içərisində bir dənə tək elektron, birinin içərisində bir dənə cüt elektron var. Həmin bax bu işlənməmiş cüt elektronu nəzərdə tuturam. Bu təklər rabitəyə sərf olunur. Məsələn, azot həmin o tək elektronu ortaya qoyur, hidrogen də öz təkini, azot təki, hidrogen öz təkini, azot təki, hidrogen öz təkini, 3 dənə rabitə yaranır. 3 dənə rabitə. Azot isə burada işlənməmiş bir orbitalın içərisində 2 dənə elektronu olan deməli orbital işlənməmiş vəziyyətdə qalıbdır. Deməli, buradan baxırıq ki, azotdan neçə dənə xətt çıxıbdır? 3 dənə. Deməli, amonyakda azot neçə valentlidir? 3 valentlidir. Axı 3 dənə xətt ayrılıbdır. Buna görə də 3 valentlidir. Bu mübadilə mexanizmi. Mübadilə belədir ki, uşaqlar, yəni şərikli. Azot bir elektronu ortaya qoyur. Hidrogende biri. Şəriksiz bilirsiniz hansıydı? O donor-akseptor rabitəsi var idi. Azotun hesabına yaransın, oksigenin hesabına yaransın rabitə. Bax, o donor-akseptordur. Amma mübadilə şərikli deməkdir. Bir elektronu bir atom qoyanda, digər isə elektronu digər atom elektronu ortaya qoyaraq rabitə yaradırlar. Yəni, bu 3 rabitə mübadilə mexanizmi iləndir. Şərikli, hər kəs öz elektronunu ortaya qoymaqla rabitə əmələ gətirdi. Burada polyar kovalent rabitə dedik ki, müxtəlif qeyri-metal atomları arasındadır. Müxtəlif qeyri-metal atomları arasında yaranır. Deməli, kovalent rabitənin qeyri-polyar kovalent rabitə dedik ki, elektronlar tutaq ki, hidrogende məsələn ortaya qoyuldu elektronlar. Elektronun sağa sola çəkilməsi baş vermir. Çünki ikisi də eyni daxı, eyni atomdur, eyni gücə malikdir. Elektronlar sağa sola hərəkət etmir. Ancaq məsələn H xlorun əmələ gəlməsində elektronlar, tutaq ki, bu xlorun elektronu, bu da hidrogeni. Xlorun elektron çəkmə qabiliyyəti yüksək olduğuna görə xlor hidrogenin elektronunu özünə tərəf çəkir. Burada polyarlaşma yaranır. Polyarlaşma bilirsiniz nədir? Qütübləşmə. Bir tərəf müsbət olur, bir tərəf nə olur? Mənfi olur. Yəni, burada sanki hidrogen elektronunu özündən xlora tərəf itələyən, xlor isə elektronu özünə tərəf çəkən hesab olunur. Burada hidrogen elektronunu sanki vermiş, tam vermir, keçid baş vermir. İyon rabitədə tam keçid baş verir. Amma kovalent rabitədə sanki biraz sürüşür, elektron yerini dəyişir, xlora tərəf çəkilir.
Xlor isə elektronu hidrogendən özünə tərəf çəkir. Buna polyarlaşma deyirlər. Bir tərəf müsbət, bir tərəf isə sanki nə olur? Mənfi yüklənir. Buna polyarlaşma deyilir. Bu zaman elektronu özünə tərəf çəkən atom ən elektromənfi elementdir. Yəni H-xlorda xlorun elektromənfiliyi hidrogendən yüksəkdir. Elektron çəkmə qabiliyyəti, elektron mənfiliyi, elektrona hərisliyi, qeyri-metallığı hidrogendən üstün olduğuna görə o elektronu özünə tərəf çəkir. Elektronu özünə tərəf çəkdiyinə görə o mənfi yüklənir. Hidrogen də elektronu xlora tərəf verdiyinə görə o müsbət nədir? Yüklənir. Dedik ki, uşaqlar, kovalent rabitə qeyri-metal atomlar arasında yaranır. Kovalent rabitənin iki növü var. Polyar, qeyri-polyar. Qeyri-polyar H2, O2, N2. Polyar da oldu. Məsələn, H-xlor, tutaq ki, SO2, SO3 və s. müxtəlif qeyri-metal atomları arasında yarana bilir. İndi kovalent rabitə əmələ gəlmə mexanizminə görə, bu onun növləri idi. İndi əmələ gəlmə mexanizminə görə iki yerə bölünür kovalent rabitə əmələ gəlməsinə görə. Bir, mübadilə idi, mübadilə. Mübadilə nə oldu? Şərikli yəni. İki, donor-akseptor mexanizmi. Donor-akseptor. Bunlar ayrı-ayrı şeylərdir. Məsələn, desək kovalent rabitənin hansı növləri var? Deyirsə polyar, qeyri-polyar. Amma əmələ gəlməsinə görə hansı ki o elektronlar ortaya qoyulur. Buna görə kovalent rabitənin neçə növ var? Deyirsiniz ki, kovalent rabitənin iki əmələ gəlmə mexanizminə görə iki yerə bölünür. Bir mübadilə. Mübadilə nə idi? Şərikli. Elektronun birin bir atom qoyur, digərin bir atom. Məsələn, H-xlorun əmələ gəlməsinə elektronun birin hidrogen qoyur, digərin xlor qoyur ortaya, rabitə yaradır. Biri mübadilədir, bunu hansı ki yuxarıda dedim. İndi isə deyirik donor-akseptor mexanizmi. Donor-akseptor nədir? Bir atom elektron cütünü tamamilə özü ortaya qoyur. Digər atomun elektronu olmadığına görə boş orbitalı hesabına nədir? Rabitə yaranır. İndi bunu izah edirəm sizə. Dedik ki, azotun sıra nömrəsi 7-dir. 1s üstü 2, 2s üstü 2, 2p üstü 3. Azot amonyakda hansı hibridləşmə vəziyyətində idi? sp3. Azotun 1s orbitalı içərisində 2 elektron və p orbitalı hərəsinin içərisində 1 elektron. Bunları nəzərdə tutmuşam, bax bu 3 dənəni. 4 dənə hibrid əmələ gəlirdi. Hibridin bir tərəfi böyük, bir tərəfi kiçik. Böyük, kiçik. Bir tərəfi böyük, bir tərəfi kiçik. Hərəsinin içərisində bir elektron var idi. Amma birinin içərisində 2 dənə nə var? Elektron var. Deməli, azotun ətrafında 4 dənə formasını dəyişmiş elektron buludu var, orbitalı var. Bir otaqdır, içərisində bir elektron. Otaqdır, içində bir elektron. Burada da bir elektron, amma bu otağın içərisində 2 dənə elektron var. 2 dənə. Hidrogenlərin də elektronları var. Hidrogen də öz elektronunu ortaya qoyur. Rabitə əmələ gətiribdir. Azotla rabitə əmələ gətirib. Amma burada azotun işlənməmiş bir cüt elektronu var. Tutaq ki, amonyak H-xlorla reaksiya gedir. Xlor hidrogenin bu bir elektronunu çəkdi, özünə birləşdirdi. Bir dənə elektron. Hidrogenin heç nəyi yoxdur. Bir dənə boş orbitalı var. Axı, amonyak da H-xlorla birləşmə əmələ gətirməlidir. Azot deyir ki, burada mənim bir cüt elektronum var. Bu bir cüt elektronu ortaya qoyub səndən birləşmə əmələ gətirirəm. Onda azot 3 dənə xətti yazaq. Bu yadımızdan çıxmasın. Bu cüt elektronu azot özünün hesabına, baxın, özünün cüt elektronu hesabına qoydu ortaya elektronu. Hidrogenlə birləşmə əmələ gətirdi. Gördünüz, bu elektron azotundur. Bir orbitalın sərf elədi. Orbital, bax bunu nəzərdə tuturam, bu xananı. Amma 2 elektron sərf elədi. Bir orbital, o otaq, yadınızda saxlayın. Amma 2 elektronu sərf elədi. 2 elektronu qoydu ortaya və azotla hidrogen arasında
donor akseptor rabitəsi yarandı. NH4 xlor əmələ gəldi. Uşaqlar, bax bu rabitə donor akseptor rabitəsidir. Burada azot donordur, hidrogen də akseptordur. Donor elektronu verəndi, akseptor isə elektronu nədir? Alandır. Bax, burada da yazılıbdır. Baxın, hidrogen burada akseptordur, azot nədir? Donordur. Bir dənə NH4 varsa birləşmədə, yadımızda saxlayırıq ki, bir dənə donor akseptor rabitəsi var. Əgər tutaq ki, NH4 2SO4 yazılıbsa, bilin ki, 2 dənə donor akseptor var. Axı 2 dənə NH4 var burada. Ona görə də 2 dənə donor akseptor rabitəsi var. İndi bizdən soruşsalar ki, NH4-ün əmələ gəlməsində azotun xaricində olan elektronların neçə faizi mübadiləyə sərf olunub? Biz bilirik ki, azotun xaricində 2 bu, 3 də bu, 5 elektron var. Bu 5 elektronun 3'ü mübadiləyə, baxın uşaqlar, mübadiləyə sərf olunan, bax bu da bunlardır. 3 dənə olan 1, 2, 3. Bax bu mübadiləyə sərf olunan azotun elektronudur. 3'ü bölürəm 5'ə, vururam 100'ə. Amma desək ki, neçəsi donor akseptor rabitəyə sərf olunub? Axı 2 dənə elektron donorluğa sərf olunubdur. Onda azotun xaricində olan bu 5 elektronun ikisi donorluğa sərf olunursa, 2'ni vururam 100'ə, bölürəm neçəyə? 5'ə. Bu 5 azotun xaricində olan elektronlardır. Testdə də belə düşür. Məsələn, deyir ki, azotun xaricində olan elektronun neçə faizi mübadiləyə sərf olunub? Onda 3'ü bölürsən 5'ə. Desə, azotun xaricində olan elektronun neçəsi donor akseptora sərf olunub? Onda sən 2'ni bölürsən 5'ə, faizi nədir? Tapırsan. Donor akseptoru NH4'də izah elədim. İndi H3O-da hidroksiyon iyonunda izah edirəm. Biz bilirik ki, suda oksigen hansı vəziyyətdə idi? Oksigeni yazaq. 1S üstü 2, 2S üstü 2, 2P üstü 4. SP3 hibrid halındaydı da. Yəni bunun da xaricində S, 1S, 2 dənə elektron içərisində, 3 dənə P, amma P-də burada deyək ki, P-ni yazım. 1, 2, 3, 4. Birin içərisində 2 dənə elektron var. Amma digərlərində elektronlar nədir? Tək-təkdir. Bu deyil, bunları nəzərdə tuturam. 4 dənə hibrid əmələ gəldi. 4 hibrid. 1, 2, 3, 4. Bu 4 hibridin ikisinin içərisində cüt elektron var. Bax, bu cüt elektronlar dəydi bir-birinə, formasını dəyişdi. Bu cüt elektron da bunu nəzərdə tuturam. Bir-birinə dəydi və formasını neynədi? Dəyişdi. Bunların da içərisində, digər orbitalların içərisində bir dənə tək elektron var. Deməli, bu tək elektronlar suyun əmələ gəlməsində ortaya qoyulubdur. Hidrogen, oksigen, hidrogen. Həmin bu təklər ortaya qoyulub. Bu da hidrogenin elektronları. Hidrogenin elektronları. Amma bu işlənməmiş cüt elektronlar var. İkisi burada, deyib onu nəzərdə tuturam. İkisi də burada. Deyib burada da verilibdir. İkisi buradadır, ikisi də burada, yuxarıda, aşağıda. İndi bu, deyək ki, biz turşunu suda həll eləyəndə, turşunun H müsbət iyonu, H müsbət, tutaq ki, H xloru suda həll eləyirəm. H müsbət iyonu artıq bu hidrogen elektronunu verib xlora, xlor ondan elektronu qoparıb. Hidrogen heç bir şeyi yoxdur. Bir elektronu var idi, birini də xlor əlindən alıbdır. Hidrogenin heç bir elektronu yoxdur. Həmin bu oksigen, bu cüt elektronu, hansı ki burada 2 dənədir. Cüt elektronu qoyur ortaya və hidrogenlə rabitə əmələ gətirir. Baxın. Burada bir dənə orbital var, içərisində 2 elektron. Bu 2 elektronu oksigen ortaya qoydu, hidrogenlə rabitə əmələ gətirdi. Rabitə əmələ gətiribdi. Burada hidrogen, belə oksigendən 3 dənə xətt çıxır. Ona görə oksigen burada 3 valentlidir. Amma oksidləşmə dərəcəsi -2-dir.
Oksidləşmə dərəcəsi alınan, verilən elektronun sayı deməkdir. Yəni bu deməkdir ki, oksigen hər hidrogendən özünə tərəf bir elektron çəkibdir. Ona görə -2-dir. Bu elektron oksigenin özünə məxsusdur deyə orada elektron keçidi baş vermir o tərəfə, bu tərəfə. Ancaq burada oksigen özü hər hidrogendən özünə bir elektron çəkdiyinə görə -2 oksidləşmə dərəcəsi göstərir. Yenə də deyirəm, oksidləşmə dərəcəsi alınan, verilən elektronun sayı deməkdir. Burada bu oksigen, buradakı elektron yalnız oksigenin özünə məxsusdur deyə orada elektronun alınıb verilmə prosesi nədir? Baş verilmir. Oksigenden çıxan xətlər oksigenin valenti sayılır. Baxaq görək 1, 2, 3 dənə xət çıxır. Ona görə oksigen burada 3 valentlidir. Oksidləşmə dərəcəsi -2-yə nədir? Bərabərdir. H3 da dedik. Bir də qaldı dəm qazı. Dəm qazında da deməli 3 qat rabitə var. 3 qat rabitənin ikisi mübadilə ilə yaranıb. İkisi mübadilə. Mübadilə odur ki, şərikli. Bir cütü isə oksigenin elektronu hesabına yaranıb. Yəni oksigen orada donorluq eləyib. 3 qat rabitə yaranır. Bunun ikisi mübadilədir. Biri donor akseptor rabitəsidir. Belə sual düşə bilər. Oksigenin elektronunun neçə faizi rabitəyə sərf olunub? Oksigenin neçə elektronu var? 8. Bunun 4'ü rabitəyə sərf olunur. Yəni bu da eləyir neçə? 50%. Məsələn, düşə bilər ki, oksigenin elektronunun neçə faizi donorluğa sərf olunub? Donorluğa ikisi sərf olunub, düzdürmü? Onda 2'ni bölürəm 8'ə. 2'ni bölürəm 8'ə, vururam 100'ə. Bölürəm 8'ə, deməli vururam 100'ə. Sonra deyə bilər ki, rabitəyə sərf olunan elektronların, rabitəyə neçədən elektron sərf olunub? 6. Rabitəyə sərf olunan elektronların sayının donorluğa sərf olunan elektronun sayına nisbəti, yəni 2'yə nisbəti bərabərdir 3. Yəni dəqiq bilmək lazımdır ki, burada rabitəyə 6 elektron sərf olunubdur. Ümumiyyətlə bir rabitəyə 2 elektron sərf olunur. Bunun ikisi karbona məxsusdur. 2 dənə elektron. Qalan 4 elektron oksigenə məxsusdur. Oksigen bu 4 elektronun ikisini mübadiləyə sərf edib, ikisini donor akseptorluğa nədir? Sərf edibdir. Deməli biz donor akseptor rabitəsi deyən kimi CO-nu, NH4'ü, H3-onu, üzvü maddələrdən də məsələn amillərdə tutaq ki CH3 NH2 üstə gələk H klorda, burada nə alınır? CH3 NH3 klor. Bu bilirsiniz nədir uşaqlar? Sanki bu amonyakda hidrogenin birin çıxıb yerinə CH3 birləşdirib. Heç nə dəyişməyib. Baxın, hidrogenin birin çıxdı yerinə CH3. Bu hidrogen də gələndə elə bir ki olur NH4 kimi bir birləşmə. Ona görə də bu birləşmədə də nədir? Rast gələ bilirik donor akseptor rabitəsinə. Donor akseptor deyən kimi bax bu tipli nədir? Maddələri axtarmalıyıq. Burada bayaq dəm qazında, hidrokson miyonda dedim, dəm qazında da deyim. Dəm qazında karbonun oksidləşmə dərəcəsi müsbət 2'dir. Yəni karbon 2 elektronunu sanki verir oksigenə. Oksidləşmə dərəcəsi müsbət 2'dir. Oksigen də karbonun o 2 dənə elektronu özünə tərəf çəkir deyə oksigenin oksidləşmə dərəcəsi -2'dir. Yəni oksidləşmə dərəcəsi şərikli olanda nəzərə alınır. Şərikli olmayan oksidləşmə dərəcəsinə təsir etmir. Yəni bu 2 elektronu karbon sanki verdi oksigenə, ona görə karbon müsbət 2. Oksigen də bu 2 elektronu özünə tərəf çəkdiyinə görə bu 2 dənə elektronu, ona görə -2 oksidləşmə dərəcəsi göstərir. Amma dəm qazında oksigenin də karbonda valenti 3'dür. Niyə 3'dür? Ona görə ki ondan 3 dənə xət çıxır. 3 dənə xət. Əgər belə də qalsa ki,
Yadımızdan çıxırsa ki, bunun hansı donordur, yadınızda saxlayın. Hansının elektronu çoxdursa o donordur. Məsələn, karbonun 6 elektronu var, oksigenin də 8. Elektronu çox olan donor ola bilər də. Məsələn, qanı çox olan qan verə bilir. Ona görə də elektronu çox olan donordur. Burada oksigen donordur. Ox oksigendən karbona doğru gedir. Deməli, biz dedik ki, NH4-də oksidləşmə dərəcəsi azotun -3-dür. Hər hidrogendən özünə bir elektron çəkir. Amma ondan 4 dənə xətt çıxdığına görə 4 valentlidir. H3O-da oksigenin oksidləşmə dərəcəsi -2-dir. Hər hidrogendən özünə bir elektron çəkir. Amma valenti neçədir? 3-dür. CO-da oksigenin oksidləşmə dərəcəsi -2-dir. Hər ikisinin valenti nədir? 3-ə bərabərdir. Buradakı suallara bir neçəsinə cavab verək. Deməli, H2O molekulunda 2 kovalent rabitə var. Baxaq görək H2O-da. Bəli, 1, 2. 2 kovalent rabitə var. Azot molekulunda 2 kovalent rabitə var. Bu yanlışdır. Azotda 3 dənə xətt var. 3 dənə özdə qeyri-polyar kovalent rabitə eyni element atomlar arasındadır deyə 2 yox, 3 dənə olmalıdır. Sonra polyarlıq artır. Polyarlıq nə idi? Qütübləşmə deməkdir. Hidrogenlə flor bir-birindən elektronu çəkmə qabiliyyəti florda daha çoxdur deyə qütübləşmə burada çoxdur. Polyarlıq artır, bu yanlışdır. Ən polyarı H flordur. Ən çox qütübləşmə müsbət və mənfi tərəf H flordadır. Ona görə polyarlıq bu istiqamətdə artır. Bu yanlışdır bu tərəfə. Deməli, ən polyarı nə oldu? Polyarı H flor oldu. NH4 ionunda 3 kovalent rabitə var? Yox. NH4-də 4 dənə kovalent rabitə var. 1, 2, 3. Biri də donor-akseptor 4 dənə. Karbon qazında donor-akseptor rabitəsi var? Yox. Karbon qazında biz öyrənmədik ya. Biz öyrəndik ki, donor-akseptor rabitəsi dəm qazında var. Karbon qazında, yəni yoxdur. Dəm qazında var. Sonra yazıb NH4-2SO4 molekulunda 2 donor-akseptor rabitəsi var. Doğrudur. Donor-akseptor rabitəsi NH4-dədir. Birində 1 dənə, ikisində də 2 dənə var. Doğrudur bu. Sonra NH4 xlor molekulunda 4 donor-akseptor yox. Bir dənə NH4 var deyə 1 dənə donor-akseptor rabitəsi olur. Baxın, bircə dənə. Deməli, burada nə yazıbdır? 4 dənə, bu yanlışdır. H3O ionunda oksigen atomu donordur. Bəli, oksigeni çox olan, belə elektronu çox olan donordur. Doğrudur. NH4 ionunda rabitə əmələ gəlməsinə sərf olan elektronun 62,5%-ni donor atomundur. Donor atomundur. Deməli, nə deyir? İonunda rabitə əmələ gəlməsinə sərf olunan elektronların. Baxaq görək NH4-də rabitəyə neçə elektron sərf olunubdur? 4 dənə rabitə var da, düzdürmü? 8 elektron sərf olunubdur. 8. Bu 8 elektronun neçəsi azotundur? 5-i. 5-i bölüm 8-ə vurum 100-ə. Əgər bu düzdürsə, onda yəni 62,5 eləyirsə, deməli bu da doğrudur. Əgər etmirsə, yanlışdır. Sonra NH3 molekulunda 3 kovalent rabitə var. Bəli, azota 3 dənə rabitə birləşir deyə 3 dənə kovalent rabitə var. Bu da doğrudur. H flor molekulunda 2 kovalent rabitə var. Yanlışdır. H flor 1 dənə kovalent rabitə var. CO molekulunda 2 donor akseptoru var. Bu da yanlışdır. 1 dənə donor akseptor var idi. Baxın, 1 dənə. Bu da yanlış oldu. Deməli, bu yanlış oldu. Bu yanlış oldu. Bu doğru oldu. Bunu hesablayırıq. Düz olsa götürürük. İyonunda oksigen atomu donordur. Bunların da hamısını dedik. Sigma və pi rabitə. Sigma və pi rabitə qeyri-metal atomlar arasında yaranır. Bax, bunu yadınızda saxlayın. Təşkilat rabitələr sigma rabitəsidir qeyri-metal atomlar arasında. İkiqat rabitənin biri sigmadır, biri pidir. Sigma rabitə mərkəzləri birləşdirir.
yalnız mərkəzləri birləşdirən rabitəyə deyilir. Məsələn, hidrogen atomunun mərkəzi ilə hidrogen atomunu bir dənə sigma rabitə. Bura baxın, burada SS. Deməli, bu sigma rabitə S elektronu ilə S elektronunun örtülməsi hesabına yaranır. Məsələn, hidrogenlə flor arasında. Florun P elektronu var xaricində bir dənə tək. Hidrogende S elektronunda. Deməli, bu rabitə S ilə P-nin örtülməsi hesabına yaranıb. Məsələn, florun əmələ gəlməsində, florun xaricində tək-tək olanlar P-dir də, düzdürmü? Deməli, bu sigma rabitə P ilə P-nin örtülməsi hesabına yaranıbdır. Göründüyü kimi elektron buludunun örtülməsi atomların mərkəzlərindən keçən oxlar üzrə baş verir. Bu yolla əmələ gələn rabitəyə nə deyirlər? Sigma rabitəsi deyilir. Uşaqlar, əgər atomlar arasında 2 qat, 3 qat rabitə varsa, hökmən onun ikincisi və üçüncüsü pi rabitəyə aiddir. Çünki atomları bir-birinə bağlayan sigma yalnız bir dənə ola bilər. Məsələn, biz baxaq görək, burada oksigende 2 qat rabitə yaranıb, düzdürmü? Oksigenin elektron formulunu yenə yazıram. 8-dir. 1s üstü 2, 2s üstü 2, 2p üstü 4. Orbitallarda elektronları yazıram. Baxın, hər oksigenin 2 dənə təki var. Bu oksigenin bir təki, o birisinin bir təki. Bunlar p elektronlarıdır. Əgər mərkəzləri birləşdirən xətt üzrə bu p-lər birləşirsə, bu bizdə olacaq sigma rabitə. Axı, digər təklər də var axı. Hər deyək ki, oksigende bir dənə p qalıb. Bu p-nin biri sigmanın bu üzündədir. Belə, bu şəkildə. Biri də bu sigmanın o biri üzündədir. Bu da pi rabitəsidir. Yəni, belə çıxır ki, oksigende 2 qat rabitə varsa, bunun biri sigmadır, biri də pi rabitəsi. Yadımızda saxlayırıq. Pi rabitəsi sigmaya həmişə perpendikulyar şəkildə olur. Həmişə pi rabitəsi deyəndə bu formada götürürük. Sigma, amma belə, deyək ki, məsələn, üfüqi xətt üzrə yerləşir, ancaq pi rabitəsi yuxarıdan aşağıya, perpendikulyar şəkildə. Sigma rabitə S ilə S-in örtülməsi, S ilə P-nin, P ilə P-nin örtülməsi hesabına, hibridlə hibridin örtülməsi hesabına yarana bilir. Amma pi rabitəsi yalnız P-dən əmələ gəlir. Hibridləşməmiş P-dən nədir? Əmələ gəlir. Məsələn, tutaq ki, başqa birində azotla azot arasında soruşsam neçə sigma, neçə pi var? Deyirsiniz ki, müəllim, 3 qat rabitə var. Mərkəzləri birləşdirən bir dənədir. Ona görə də bir dənə sigma var. 2 dənə də nə var? 2 dənə də pi rabitəsi var. Desəm, bəs bura neçədən elektron sərf olunub? Deyirik ki, hər rabitəyə 2 elektron sərf olunduğuna görə 6 dənə elektron sərf olunubdur. Çünki 3-ü 2-yə vururam. Hər rabitəyə 2 elektron sərf olunub. Bura nədir? 6 elektron sərf olunubdur. Sağ olun uşaqlar, rabitə haqqında bu qədər.